Azərbaycanda bu ödənişlər 10 dəfə artırılıb. Gündəm 24 Modernaza istinadən xəbər verir ki, icra sənədini könüllü icra eləməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişləri artırılır. Bu, icra haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən bu halda alınmalı olan icra ödənişinin məbləği 7%-dən 10%-ə qaldırılır. Təklif edilən digər bir dəyişikliyə görə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat məbləğində icra ödənişi alınacaq. Qüvvədə olan qanuna görə isə bu məbləğ 11 və 55 manat idi. Qeyd edilib ki, praktika mövcud məbləğlər borclunun icra sənədini vaxtında icra etməyə təşviq eləmir. Sözü gedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırmaqla icra sənədlərinin vaxtında icrasını təmin eləmiş olacaq.